Salam, hörmətli kanal izləyicilərimiz, bir Nəsimə Masazır qəsəbəsində belə bir gözəl bir 2 mərtəbəlimizdən mən tanış edirəm. Evimiz təcil satılır, mərkəzi yola yaxın bir ərazi yerləşir. Marşrut xəttinin məsafəsi 20 metrlik yol asfaltdır. Şok marketin yaxınlığında yerləşir, hörmətli kanal izləyicilərimiz. Həm mərkəzi yol, həm 569 nömrə marşrut xəttinə çox yaxın bir ərazi yerləşir. Rahatsının həyətinə 3 dənə maşın daxil olur. 2 dənə maşınımız sağ tərəfə, bir dənə maşınımız sol tərəfə. Evində torpağın tam iki sənədləri qaydasındadır. Bax, belə bir gözəl bir evimizin fasad görünüşü var. Evimizin hal-hazırda ikinci mərtəbəsində 2 ailə yararlıdır. Bir də xatırın mərkəzi yoldan məsafəsi 100-150 metr məsafədə yerləşir. Yolu asfalt hörmətli kanal izləyicilərimiz. 1-2 solda isə bir otağımızdır. Evimiz demək ikinci ev kimi istifadə olunur. Yəni demək yaşayış çox az müddətdə olur. Sağda isə evimizin mətbəxidir, düzü. Heç mətbəx birinci mərtəbədə, heç ikinci mərtəbə elə mətbəx mebeli yığdırmayıb. Buradan da birbaşa öz həyətinə baxış və pəncərə şutqanı tərəfdən kombi istemişlər vəziyyətdədir. Sağda isə evimizin bax belə bir gözəl bir yataq otağı da buradadır. Yataq otaqları yetərincə genişdir. Qiymət isə 74.500 manata satışa çıxıb, sözsüz ki, real arzulanan endirmə olacaq, cüzü də olsa endirmə olacaq. Aboylar hamısı bahalı aboylardır. Burası isə yataq otaqlarından biridir. Bax belə bir gözəl bir yataq otağıdır. Və burası sanitariya qoşağı. Bütün avadanlıqlar qoyulub hazır vəziyyətdədir. Sonunda isə evimizin qonaq otağı ilə mən tanış edim. Bax belə bir gözəl bir qonaq otağı da burada mövcuddur. Pəncərəsi birbaşa öz həyətinə baxır. Aboylar da gördüyüm hamısı aboylar çox gözəl aboylardır. Moşa aboylardır, bahalı aboylardır. Evin də torpağın tam iki sənədləri qaydasında ipoteka yararlıdır. İndi isə mən sizi birinci mərtəbəsindən tanış edim. 2 ailə yararlı evimizlə. Buradan həm evimizin altına keçidi də var. Buradan isə evimizin yenə də altına keçidi var. Evimiz köhnə tikili evdir, düz remont sərəqəli səhmanı saxlanılıb. Burada hər lazım olan sanitar qoşağıdır. Və daxil olaraq evimizin birinci mərtəbəsinə, burada sağ tərəfdə evimizin mətbəxi, burada qazı, su, işıq hamısı hazır vəziyyətdə. Kombisidir, bütünümüz qasamız bunlar var, hörmətli kanalcılar. Bütün kommunikasiya xətləri var, qaz, su, işıq, mərkəzi konsistem hamısı qaydasında. Birinci mərtəbə 2 dənə pəncərəmiz var. Hasardan məsafəsi 1 metrdən çox məsafəsi var. Burada yenə də sanitar qoşağı yarada bilərsiniz və burada isə bax, buranın boya boy qonaq otağı edə bilərsiniz. Burada da pəncərəsi var. Qarşı tərəfdə də pəncərə qoya bilərsiniz. Yuxarısı lambirindən döşənilib. Ətraflı məlumat üçün zəng vura bilərsiniz. Kanalımıza abunə olmağı, video bəyənməyi unutmayın ki, yeni saçla çıxmış evlərlə birinci növbəsi tanışır. Gördüyünüz kimi, ikinci mərtəbə yaşayış olmalı birinci mərtəbədə belə deyək də, arada bir gəlinli biz çay silib gedilir.